Salam, hər vaxtınız xeyir olsun. Bugün DİM-in 5-ci sinif test toplusuna baxacağıq. Bu test toplusunun ilk dərsi olan natural ədəb, onlar üzərində əməllərə baxacağıq. A variantındakı ilk sualla başlayaq. Burada rəqəm verib və ədədində neçə minlik var. Bilirik ki, ədədin mərtəbələrini soldan sağa doğru saymağa başlayırıq. Burada 6 təklik, 5 onluq, 4 yüzlük, 7 minlik. Minlikdir. Bizdə də neçə minlik var deyir. Əgər bizdə neçə minlik var olduğunu soruşursa, minliyə qədər olan mərtəbələr hamısını sıfırlayırıq. Minliyə qədər bunlardır. Yerdə hansı rəqəm qalırsa, cavabda onu götürürük. Deməli, bizdə 2637. O da B variantında. İkinci suala keçirik. 4 milyard 712 milyon 368 min 500 ədədini rəqəmlərlə göstərin. Bunun sadə yolu hər bir verilən rəqəmi alt-alta yazıb toplamaq daha rahat olar. Ona görə də bizə nədir? 4 milyard. 4 milyard. Bu milyon, bu da milyard. Daha sonra nə deyir? 712 milyon. 712 milyon. Daha sonra 712 milyon 368 min 500 ədədi. Aha. Gördüyük kimi alt-alta yazdıq bizə verilən rəqəmləri və toplayırıq. Daha aydın izah olunsun deyə bunları sizin alt-alta yazıram. Və cavabımız olur B variantı. İndi üçüncü sualımıza baxaq. Üçüncü sualımızda deyir ki, 75 və 25 ədədlərinin hər birinin ayrılıqda 3 dəfə artırıl yazmaqla alınan altı rəqəmli ədədlərin cəmini tapın. Aha, indi hər birini ayrı-ayrılıqda 3 dəfə yazaq. Daha sonra deyir ki, alınan altı rəqəmli ədədlərin cəmini tap. Bu iki altı rəqəmini toplayırıq. Aha. Alındı bizdə 1 milyon 10 min 100. 10 min 100. A bəndi. 3 də A bəndi. 4-ə baxaq. Ədədlərin ən böyüyünü göstərin. Belə suallarda ilk olaraq əgər deyirsə ədədlərin ən böyüyünü göstərin, ilk olaraq ədədlərin rəqəmlərinin sayına baxın. Hansında daha